Salam. Bu, Qarabağ futbolçusu Johnny Montiel'in nişanlısı Carlotta Bruni ilə olan müsahibəyə qısa bir baxışdır. Deməli, Carlotta İspaniyadandır, təzəlicə Bakıya köçüb və burada yeni bir mədəniyyətdə yaşamaqdan, həm də moda haqqında fikirlərindən danışıb. Gəlin görək əsas nələri deyib. Birinci, Carlotta Bakını çox bəyənib, hətta şəhəri balaca Dubaya oxşadır. Deyir ki, insanlarımız çox istiqanlıdır, eynən İspanlılar kimi. Amma bilirsiniz, dil məsələsi var, bir də bizim mətbəxə alışmaq hələ biraz çətindir onun üçün. İkincisi, Carlotta moda dizaynı təhsili alıb, ona görə də Bakıdakı geyim tərzinə xüsusi diqqət yetirib. Deyir ki, burada Asiya və Avropa təsirlərinin maraqlı bir qarışığı var. Fidan Novruzova, Sophie Couture, Rufat İsmail kimi bizim dizaynerləri bəyənib, xüsusən də milli motivlərdən, məsələn, kəlağaydan, xalça naxışlarından istifadə etmələri çox xoşuna gəlib. Və üçüncüsü, nişanlanması ona gözəl bir sürpriz olub, toyu isə deyir 2027-ci ildə İspaniyada etməyi düşünürlər. Bir də dedi ki, uşaqlarla ilk dəfədir xaricdə yaşayır, amma Bakıda qalmağa müsbət baxır, klubun dəstəyini, xüsusən də daya tapmaqda köməkliklərini çox qiymətləndirir. Beləliklə, Carlotta Bruni'nin hekayəsi bizə göstərir ki, yeni mühitə düşən biri öz dünya görüşü ilə yerli mədəniyyəti necə maraqlı şəkildə birləşdirə bilər.